Afrikada şirlərdən, timsahlardan və bəbirlərdən daha çox insanın ölümünə səbəb olan psixopat qatildir. Bax ki, sən hələ ayaqqabının bağını bağlamamış, o 3 tonluq canlı tank sənin üstündən keçib gedər. Qarşımızda 3 tonluq nəhəng bir canlı tank dayanıb və o Afrikada şirlərdən, timsahlardan və bəbirlərdən daha çox insanın ölümünə səbəb olan bir nömrəli psixopat qatildir. Yarım metrlik dişlərlə hətta Nil timsahlarını belə ağır yaralaya bilən azsaylı heyvanlardan biridir. Amma bu heyvanın şirləri və timsahları fiziki gücü ilə yox, rəsmən ruhən çökürdən, onları bütün savannada bildiyin rüsvay edib psixoloji travmaya salan elə iyrənc və dahi bir gizli silahı var ki, bunu eşidəndə şoka düşəcəksiniz. Hazırsınızsa başlayaq. Qardaşım, düzünü desəm, söhbət bildiyin bizim su ayısından, yəni begemotdan gedir. Sən onun suyun içində bardaş qurub oturmağına, bığaltı gülümsəməyinə baxma. Bu heyvanın daxilində elə bir psixopat yatır ki, bizim məhəllədə hər gələnə gedənə bu mənə baxır deyən uşaqlar bunun yanında bildiyin bağça uşağı sayılar. Bizə illərlə cizgi filmlərində nə göstəriblər? Madagaskardakı o şirin Gloriyanı xatırlayırsan? Elə bildik ki, bunlar ancaq rəqs edir, ot yeyir, suyun içində dincəlir. Yox qardaşım, yox. Begemot bəyəfəndi əslində vəhşi təbiətin ən qəribə psixopatlarından biridir. Adını ot yeyən qoyublar. Amma heyvanın xarakteri bildiyin qəssab xarakteridir. Bir begemotun çəkisi düz 3 tona qədər çata bilir. 3 ton nə deməkdir? Bu bizim küçələrdə sürdüyümüz 2 dənə normal maşının çəkisinin birləşməsi deməkdir. Və bu 3 tonluq bədən təsəvvür elə ki, burada saatda 30 km sürətlə qaçır. Yəni bir gün yolun Afrikaya düşsə və bu heyvanı əsəbləşdirirsən, bu kökdür, qaçıb canımı qurtararam deyə düşünmə. Bax ki, sən hələ ayaqqabının bağını bağlamamış, o 3 tonluq canlı tank sənin üstündən keçib gedər. Bir begemot ağzını düz 180 dərəcə bucaq altında aça bilir. Təsəvvür elə alt çənəsində elə kəsli dişlər var ki, uzunluğu hətta 50 cm çata bilir. Yarım metr qardaşım, bildiyin qılıncdır. Bu diş deyil və o dişlər heç vaxt ot yemək üçün istifadə olunmur. Sırf cinayət törətmək, rəqiblərini parçalamaq üçün nəzərdə tutulub. Afrikanın çaylarında hamının qorxduğu bir varlıq var, Nil timsahı. 5 metrlik sümükləri un edən canavar. Bax, həmin o Nil timsahı suda begemotun yanından keçəndə bildiyin fəraqat dayanır. Niyə? Timsahı oyuncaq edən tək bir canlı var, o da bu bizim kök bəyəfəndidir. Elə buna görə də Afrikada bir çox insan şirdən yox, məhz begemotdan daha çox qorxur. Çünki bu heyvan ərazisinə girəndə qarşı heç bir xəbərdarlıq etmir. Hər il yüzlərlə insan begemot hücumlarının qurbanı olur. Yəni qarşımızdakı canlı sadəcə böyük deyil, həm də Afrikanın ən təhlükəli sakinlərindən biridir. Amma keçək bizim əsas məsələyə. İndiyə qədər eşitdiyin bütün müdafiə taktikalarını unut. Qardaş, bu begemotun taktikası biologiya elminin ən iyrənc, amma ən dahi kəşfidir. Elm adamları buna rəsmən pərvanə quyruğu deyirlər. İndi mənzərəni gözün qabağına gətir. Bir qrup ac şir məhəllənin uşaqları kimi yığışıblar bir yerə. Gəliblər bu begemotun ətrafına. Şirlər fikirləşir ki, vəssalam da, bu gün toy var, 3 ton ət tapmışıq. Şirlər yavaş-yavaş bunun arxa tərəfindən yaxınlaşırlar. Bizim begemot isə heç təlaşlanmır, sönüb şirlərə baxmır belə. Neyinir bilirsən? Böyük bayıra çıxmağa başlayır, amma proses sadə deyil qardaşım. Eyni saniyədə heyvan o qısa və enli quyruğunu bildiyin helikopter pərvanəsi kimi inanılmaz bir sürətlə fırlatmağa başlayır. Saniyədə bəlkə də 10-15 dəfə. Yox qardaş, zarafat eləmirəm. Tamamilə real faktdır. O quyruq pərvanə kimi fırlandıqca heyvan öz nəcisi və sidiyi metrlərlə uzağa elə bir təzyiqlə püskürür ki, ətraf bildiyin bioloji müharibə zonasına çevrilir. Havadan bildiyin nəcis yağır. Şirlər də bilirsən də pişik cinsindəndir. Bu heyvanlar təbiətin ən təmizkar, ən qürurlu predatorləridir. Gün boyu oturub tüklərini yalayırlar ki, təmiz qalsınlar. İndi təsəvvür elə o əzəmətli şirlərin başından ayağına, gözünün içinə, burnuna nə tökülür. O qoxudan və üst başlarının batmasından elə bir şok keçirirlər ki, kral muralı yaddan çıxır. Əşi, bunun əhdi bizə lazım deyil. Bunun başı rəsmən xarabdır deyib, qusa-qusa dərhal ərazidən qaçırlar. Heyvan meşənin kralını öz iyrənc silahı ilə bütün savannayı rüsvay edir. Bu fiziki güclə edilən bir müdafiə deyil. Bu birbaşa rəqibin mentalitetinə, qüruruna vurulan ağır bir zərbədir.
Düzünü desəm bu pərvanə quyruğu taktikası sadəcə şirlərdən qorumaq üçün deyil. Begemotlar bununla bütün çayı nəzarətdə saxlayırlar. Bir begemot çaya girəndə və ya sahildə gəzəndə o pərvanəni işə salırsa, bu bütün vəhşi təbiətə tək bir siqnal ötürür. Bura mənim zonamdır. Bura addım atan bu iyrənciliyə dözməli olacaq. Və heç bir heyvan o zonaya daxil olmağa cəsarət etmir. Su ayları çayların mütləq sultanıdır. Onlar bütün günü suyun içində yatırlar. Çünki dəriləri çox həssasdır. Afrikanın o qızmar günəşi altında qalsalar, dəriləri dərhal çatlayır. Buna görə də təbiət onlara bir möcüzə də verib. Begemotların bədəni qırmızı rəngdə xüsusi bir maye ifraz edir. Kənardan baxan elə bilir ki, heyvan qan ağlayır. Amma yox qardaşım, o maye əslində təbii bir günəş kremidir. Heyvan özü-özünə krem istehsal edir ki, günəş onu yandırmasın. Həm günəş kremi var, həm helikopter pərvanəsi var, həm də yarım metrlik qılıncları. İndi sən de mənə, bu heyvan psixopat deyil, bəs nədir? Bir tərəfdə şirlər, bir tərəfdə timsahlar. Amma bütün bu yırtıcıların ortasında elə bir canlı yaşar ki, nə sürətinə güvənir, nə zəhərinə, nə də iti pəncələrinə. Sadəcə 3 tonluq bədəni, yarım metrlik dişləri və təbiətin ən qəribə silahlarından biri ilə bütün çaya hökmranlıq edir. Ona görə də Afrikada begemotu görən hər canlı bir şeyi yaxşı bilir. Bu heyvanla problem yaşamaq istəməzsən. Cizgi filmlərindəki o şirin Gloria maskasının arxasında əslində belə bir bioloji tankın gizləndiyini yəqin ki çoxunuz bilmirdiniz. Əgər video xoşunuza gəldisə videoya bir bəyənmə atın.